Bakıda qızını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayətçinin növbəti məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədri ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda bildirilir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələrlə ittiham olmuş Yelmar Atakişiyev həbsxanada olarkən qızı Cəmalə Atakişiyevanın yad kişilərlə münasibətdə olduğu haqda məlumatlar alıb. Bundan bir müddət sonra cəzasını başa vurduqdan sonra məsələyə aydınlıq gətirmək üçün qızının yaşadığı evə gələrək onunla mübahisə edir. Mübahisə zamanı o qızına əli və ayağı ilə çoxsaylı zərbələr endirərək onu halsız vəziyyətə salır. İttihamda o da göstərilib ki, Yelmar Atakişiyev qızının halsız vəziyyətini kənardan seyr edərək ona heç bir yardım etməyərək onun ölməsinə zəmin yaradıb. Prosesdə təqsirləndirilən şəxsə sərbəst ifadə üçün söz verilib. O ifadəsi zamanı qızına hər hansı bir işgəncə vermədiyini, sadəcə onu tənbih etmə məqsədi ilə sifətinə əli ilə bir neçə zərbə vurduğunu deyib. Təqsirləndirilən şəxs onu da vurğulayıb ki, onun qızını döyməsinin əsas səbəbi onun 2 telefon işlətdiyi halda bunu atasından gizlətməsi olub. Qızını köməksiz vəziyyətdə qoyaraq hadisə yerini tərk etdikdən bir neçə saat sonra xəbər tutub ki, qızı aldığı zərbələrdən ölüb. Qeyd edək ki, hadisə 2024-cü ilin noyabrında Bakının Zabrat qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 42 yaşlı Cəmalə Atakişiyevanın yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı Sabunçu rayon hüquq mühafizə orqanlarına məlumat daxil olub. İlkin məlumata görə Zabrat qəsəbə sakini Yelmar Atakişiyev qızı Cəmalə Atakişiyevanın qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. O şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.